Hamıya salam dostlar. İllər sonra yenə də video çəkməyə qərarına gəldim. İllər sonra dediyim çox il keçib. Artıq 4 il yoxsa 3 il isə keçib. Texnologiya haqqında video çəkmək istedim yenə. Dedim ki, əlimdə bir dənə kamera var və onu tanıtma eləyim sizə. Bəlkə də çoxunuza maraqlıdır. Belə bir kamera həmişə arzusunda olub. Yəni çox adam maşın video sürəndə başına qoymağa və yaxud da motosikl idarə edəndə çənəsinə taxırlar belə vlog filan çəkəndə özüm də çəkmişəm motosiklinə. Hələ məqsədim o idi ki, motosikl sürərkən video çəkim. Artıq sürmədiyimə görə də maşın sürəndə onda videolar çəkirəm. Çəkdiyim də videolar daha çox yəni yolda bir şey hadisə gələr deyə başıma çəkirəm. Yəni belə hardasa paylaşmaq üçün çəkmirdim. Bu kameramız Insta360 Ace Pro 2'dir. Böyle bir kameradır. Kamera 8K'ya kimi çekebilir. Buradan size göstereyim. 8K 30 FPS. 4K'da ise 120 FPS'tir. İnanmıram kimse 8K'da video çeksin belə. Çok da ehtiyac yoxdur çünki 4K'da elə özü çoxdur. Maksimum çəkə bilərsiniz. Məsəl üçün 2.7K'da, o da 120 FPS'lə. 120 FPS de YouTube'da çok video yoktur. 60'a koyup çəkirlər çoxsu. 60 FPS, yəni idealdır. Mən isə çox min eştatda çəkirəm. Yəni ən çox tercih elədiyim budur. Ondan yuxarıdakı yaddaş çox tutduğuna görə çəkmirəm. Burada mən 128 GB-lıq Samsung'un SD kartını istifadə edirəm. Çıxara bilsəm göstərəcəm. Bu da SD kart həmin ki. Məndə başqa cür də 128 GB var SD kart. Onu qəbul etmədiyinə görə mən məcbur oldum təzədən bir dənə SD kart alım Samsung'dan. Samsung'a SD kartını taktıktan sonra hiçbir problem olmadan işlədi. Bunun kutusu da buradadır. Yəni kamera aldığım sadece biri olub. Dual bateriyanı almıştım mən. Burada da yazıldığı kimi. Bəzi işıqlar yəni bayır çox da açıq olmadığına görə işıq az düşə bilər. Ona görə biraz üzürlü sayasınız. O tərəfə də qurmadım. Sonra da mikrofon dəstəyi üçün belə bir aparat aldım. Bu da çox baha idi qiyməti. 30 neçə manat idi. Yəni balaca bir şeyə görə də yəni çox da güclü bir əhəmiyyəti yoxdur bunun. Amma lazımlı bir şeydir. Çünki kamerada motosiklə istifadə etdikdə bunu qırağı sökürük buradan. Yəni bura çıxarıb buradan belə taxırıq. SSD olan yer üstünə. Həm zərətka üçündür, həm də mikrofon taxmağa. Jack girişli mikrofonlar balaca. Onu da kaskanın içinə taxırsınız, buradan belə kimi kaskanın içinə keçirirsiniz. Bu formada olur. Bu çox çıxırdı yerindən. Yəni mənim üçün çox narahat edirdi bu. Bir də gördüm ya çıxıb sallağım belə. Yəni video çəkirsiniz, məsəl üçün danışırsınız, sonradan xəbəriniz olur ki, motosikl güzgüsündən baxanda oradan sallanır belə. Onun yerinə taxaq. Sonra bateriyası bu şəkildədir. Biri içərisindədir təbii ki, bir də buradadır. Belə bir bateriyadır. Bateriya səhv eləmirəmsə 30 dollar olmalıdır. Əlavə olaraq alsaz yenidən. Dözümlülüyü yaxşıdır. Neçə vaxt istifadə edirəm bateriyaları. Bateriyaları zəifləmə və yaxud da az çəkmə kimi bir şey hiss eləmədim. Normaldır. İçərisindən bir də USB çıxır. USB də harada itibsə bilmirəm də keçərdim yana. Çünki çoxdur USB-lər. Onun USB-si də qısa olduğuna görə onu istifadə eləmirəm. Kamera arxası burada 2 dənə knopka ilə yanlarda basılır belə buradan qalxır belə 360 vlog kimi. 360 yox 180 dərəcə açılır. Belə özünüzü çəkə bilirsiniz. İndi bundan da bir video çəkəcəm. Həm səsimi öyrənin necə gəldiyinə, öz kamerası ilə, öz mikrofonu ilə səsini öyrənin. Həm də ki görüntünün necə olduğuna baxın. Mən indi burada seçəcəm 2K 60 FPS. Video montajında dəqiq bilmirəm. Onu qoya biləcəmmi? Çünki CapCut-la edəcəm. CapCut-da da premium filan istəyəcək. Baxaram, çalışaram ki video montajında da onu qoyum. Yəni pullu CapCut almaq istəmirəm. Krepləmək də olur, olmur, dəqiq bilmirəm.
Yoxlamamışam hələ ki. Bu Insta 360-dan gələn səsim bu şəkildədir. Görüntü də bu formada. Belə. Kameranı yaxşı silməmişəm bəlkə də biraz bulanıq ola bilər. Amma çox yaxşı çəkir. Buradan da belə göstərim. Geniş açıdır. Görüntü seçimləri var kamerada. Birinci yəni seçirsiniz, onunla hər bir videonuzu çəkirsiniz. O da sizin məqsədinizlə bağlıdır. Məsəl üçün dəniz altında çəkirsinizsə, sizə geniş açı daha yaxşı olacaq. Və yaxud da motosiklla video çəkirsinizsə, geniş açı daha yaxşı olacaq. Amma belə vlog çəkirsinizsə, sizə geniş açı çox pis olacaq, çünki bütün otaq görsənir var bir dəqiqə. Mənə oralar lazım deyil. Əlim bax təmiz açdığımda əlimi, mən biraz uzun adamım, əlimi təmiz açdığımda əlim kameraya düşür. O ehtiyac yoxdur bizə bir dənəki vlog üçün. Gərək ki mən belə çox yaxına tutdum ki, vloqda o da ağzımın içinə girir kamera. Dostlar, bir də kamerada belə bir şey olur. SD kartın özünə görədir böyük ehtimal. Kayda verdiyimdə 1 saniyələr çoxalmağa başlayır. Yəni SD kartdandırmı, yoxsa kamera özündənmi problem dəqiq bilmirəm. Yəni bir problem var orada, amma çox da ciddi bir problem deyil. Videoları kayd etməkdə filan hamısı da yaxşıdır, qaydasındadır. Bax, bir dəqiqə elədi. Bayaqla vurduğum kaydı indi vurduqlardı. O videonu da qoyacağım, hələ kəsib ortadan baxarsınız. Bəli dostlar, bunun qiyməti, xaricdən aldığım qiyməti 930 manata gəlib çıxdı. 170 manat vergi ödəmişdim. Elə ki, oradan çıxıb hesablayın özünüz. Şeyə də çıxıb qoyaram bura. Yəni, tapa bilsim, çəkin bura qoyacağım. Bu qırağa. Vergini tapa bilməyəcəm. Çünki smart kastumda bilmirəm haradadır o. Amma çeki tapa bilsəm bura qoyacağım, aldığım çeki. Azərbaycandan da ala bilərsiniz. Biraz baha gələcək, amma gözləmək istəmirsinizsə Azərbaycan ala bilərsiniz. Çatdırılma üçün də deyəsən 166-nı istifadə eləmişdim, Amerikadan çatdırılmanı. Problemsiz çox gəlib, axşıca da çatdı. Motosikl idarə edəndə buna belə bir qoruyucu taxmışdım. Birdən nəsə olar deyə, qoruyucu rezindir sadəcə. Bu çox da qorumasa da, amma yenə də hansısa zərbənin qarşısını ala biləcəkdir. Dostlar, videom bu qədərdir. Yəni, çox uzatma fikrim yoxdur. Sadəcə bu kameranı tanıtmaq istədim. Bəlkə kiminsə ürəyində xalqalar, yəni Azərbaycanca bir video axtarar Insta 360 haqqında. Çox qəşəng kamera. Yəni, tövsiyə edirəm sizə. Filmlər arasında demək olar ki, ən yaxşısı budur. Gecə çəkilişi də çox gözəldir. Gecə çəkilişi üçün də axşam olduqda bir video çəkərəm yenə də. Bunun bir də küləyə qarşı mikrofonu var idi. Onu da şəklini qoyacağım bura. Küləyə qarşı mikrofonu da sındırmışam mən. O mənə günahım idi. Motosiklla belə əyləndə çənəm dəydi rula. Bu da çənəmdə olduğuna görə rulda çatladı bu. Burası. Qopub düşüb evə gələndə gördüm ki, yəni artıq bu üstündə deyil. Halbuki mən möhkəm dəyməmişdim düzü. Yəni bəlkə də yaxşı yapışdırılmamışdı ora, ona görə çıxıb düşdü. Amma öz mikrofonu var idi. Qaytarıb onu taxdım. Mikrofonu da hardasa 24 manatdır. Həm ki səs külək əleyhinə olanda, yəni pop filter deyim belə. Onu da yenidə alıb taxmaq olar. Hal-hazırda ehtiyacım olmadığına görə onu götürmürəm, almıram. Oldu, sağ olun, özünüzə baxın. Hər hansı bir sualınız da olsa, kommentariya yazarsınız, cavablandıracağım.